Salam aleyküm, hər vaxtınız xeyir olsun. Gördüğünüz kimi bu 45'i düzəltmişəm. Divarlara da ayrı olsa da çalışdığım qədər doldururam. Keçirəm bu biri 45'lərə. Gördüğünüz kimi bərbad günlərdir. Bunun hazırını da mən sizə təqdim edəcəm inşallah. Görürsünüz. Düz işlənməyib və kafe 2 milli qaçırdır. Bir-birinə kelmaqlarını düzgün işləməyib və 45'lər görürsünüz. Araşı olar, bərbad günlərdir. Və bunları işləyib sizə təqdim edəcəm inşallah. Belə də göstərirəm ki, görəsiniz. Rəng gözü də düzgün deyil. 45'də düzgün kəsilməyib. Bu, bunun üstünə minib. İnşallah hazırını təqdim edəcəm. Həqiqətən də 45'ləri işləmək elə asan deyil. Baxın, mən bu cür paska verdim. Diqqətlə baxın, aval. Və burada da aval. Avalı işləmək üçün nə etmək lazımdır? Mən sizə onu təqdim edəcəm. Belə bir yumma aləti var. Görürsünüz yumruğu. Baxın, bu tinlər üçündür. Tin saxlamaq olmaz. Və bizi sürpriz gözləyir. Görürsünüz, fuqanın altında saxlayıb. Və yaxından baxın, görürsünüz, qırıb. Üstə burada bərbad bir iş görür. Baxın. Diqqət edirsiniz, çalışacağım bunu çıxardım. Baxın, bu vəziyyətə gətirirsiniz Valqarka ilə, Lagunda ilə. Bormaşın arasına salmaq ehtiyac yoxdur. Mən sizə gözəl bir vaksit təqdim edirəm ki, burada həm tutuma görə möhkəm, kelmaqların sökülənə qədər burada qalacaq. Və onun hazırını da sizə təqdim edəcəm. Yəni arasına salıb qırmağa ehtiyac yoxdur. Görürsünüz, həm də bu düz işləmir. Bu hardasa 3 milli, bu isə 1 milli. Yəni bu cür problemləri mən oradan qaldıracağım, sizə də təqdim edəcəm və işlədiyim kimi. Bunu yolandan sonra rastvalet ilə tozu silirsiniz, qəşəng. Sonra skoç. Skoçdan sonra epoksiti vurursunuz. Və ondan sonra faska bilirsiniz, mən sizə hazırını təqdim edəcəm. İnşallah. Görürsünüz, hamısını qaydada etmişim. Bu da həmin qaydada olunur, görürsünüz, necə də möhkəmdir. İnşallah izləmədə qalın, mən sizə hazırını da təqdim edəcəm. İtiraz eyləyər ürək. Allah'ım sirlidir bu eşq. Sadəcə yaşayasan gərək. Ağıldan istəsən kömək. İtiraz eyləyər ürək. Allah'ım sirlidir bu eşq. Sadəcə yaşayasan gərək. Yaşadığım iller uzun unuttum esratin duzunu. Bu dert bitmedi ki bitmedi. Düşündüm Ermena'da, gördüm ki bu dünyada her aşık isteğine yetmedi. Ben bu eşka düşeni dert kalmadı tapdı beni. Söylediler zamanla geçer. Ama sadece yattı zaman, aşıklara yattı zaman. Olar işq üstü candan geçer. Bu da sonudur. Sonunu təqdim edirəm sizə. Həmin qırıqlar, atıqlar hamısını aradan qaldırdım, gördüğünüz kimi. Və bu da təqdima. Baxa bilərsiniz, görürsünüz. Yəni o cür 45 dərəcəni gətirib bu hala çıxartdım. Şükür Allaha. Və qiymətləndirmə sizdə inşallah qiymət verərsiniz, rəydə yazarsınız inşallah. Böyle.